Verilişimizdə iştirak etmək üçün ona müraciət edəndə məmnuniyyətlə studiyaya gəlib öz ürək sözlərini lentə yazdırdı. İndi o lentə qulaq asmaq məncə həm sənin üçün, həm də dinləyicilərimiz üçün maraqlı olar. Söhbət kamançadan gedəndə həmişə Şəfiqə xanım Eyvazova mənim gözümün önündə durur. Ona görə ki, o əsl kamança çalandı. O kamança çalanda keçmiş kamançaçılar mənim gözümün qabağına gəlir. Niyə görə? O folklor musiqisini çox yaxşı mənimsəyib, çox gözəl də çalır. Mən onu ilə birinci dəfə gedəndə 78-ci il dekabr ayında Quybışev şəhərinə getdik. Simpozyuma. Kamança çalan Şəfiqə xanımdır. Yolda mənə dedi ki, Bəhrəm müəllim, mən heç sizinlə çalmamışam. Bilmirəm nəsə olur, çala biləcəyim ya yox. Dedim, qızım, qorxma çalmaqdan, sən iyi çalansan. Çox xoşum gəlir sənin çalmağından. Mən sənə maşat eləməyəcəyəm. Sən özün nə bilirsən onu çal yenə, mən oxuyana akompaniment edəcəyəm. Hələ elə də oldu. Çıxdıq biz konsertdə, üçlükdə, rast muğamı çalıb oxuyırdıq. Canəli Əkbərovdur, mən deyim Şəfiqə xanım. Doğrudan bu bir gözəl çalmağıdır bizi ilə. Hələ bil ki, məsələn keçmiş çalanlar deyərdi ki, filan kəs mənim yoldaşımdır, illərlə çalıbla bilir ki, nə çalacaq. Amma bu qız heç bilmir ki, mən nə çalacağım. Mən özüm heyran qaldım səhnədə buna ki, bu nə bilir ki, mən hansı çalmaqdan sonra hansını çalacağım, nə cür çalacağım. Bu mənimlə bir cür çaldı, məni bir həvəsə getirdi, gəldi. Sonra qutardı konsert, dedim buna ki, kızım çox sağ ol. Əsl kamança çalansan sən. Sən kamançadan bərk tut. Çünki gələcək nəsilə sənin çalmağın çox lazım olacaq. Çünki sən həqiqətdə də kamança çalansan. Kamançanı belə çalarlar. Ona baxmayaraq, ondan sonra simpozyumda orada onu 2 dənə sola çaldırdılar ki, simpozyumun plastinkası çıxmalıdır. Çox gözəl bir çargah çaldı, sonra dilkeş çaldı. Belə oradakilərin də çox xoşuna gəldi. Gürcü yoldaşlar bizi ilə konsertdeydi o gecə. Gəldilər, dedilər ki, çox sağ olsun, bu qız nə yaxşı çalır. Şəfiqə xanım, imkanınız olsa gələcək nəsilə öyrədin, kadrlar yetişdirin, bu ənənəmiz itməsin, qalsın həmişəlik. Çox sağ ol qızım.